Gününüz xeyirli olsun uşaqlar. 6-cı sinif şagirdləri üçün kiçik summativ qiymətləndirmə 6-nın, yəni sonuncu kiçik summativ qiymətləndirmənin suallarına baxaq. Birinci sual bu şəkildədir. Eyni yaşayış mühitində yaşayan bütün orqanizmlərin qidalanma əlaqələrini necə göstərə bilərik? Qidalanma əlaqəsi deyirsə, bu əlbəttə ki, qida şəbəkəsi vasitəsilə göstərilə bilər. İkinci suala da baxaq. Redusent orqanizmlər qida zəncirində harada yerləşir? Redusent bilirik ki, qida zəncirində harada yerləşirdi? Ən sonda, ən son hissəsində. Bu da C variantı. Prodesent fotosintez zamanı hansı enerjisindən istifadə edərək öz qidalarını hazırlayır? Produsent ilkin və o işıq, yəni günəş enerjisindən istifadə edərək öz qidalarını hazırlayırdı. Fosil yanacaqlardan istifadəni azaltmaq üçün hansı enerji mənbələrindən istifadə edilir? Əlbəttə ki, alternativ enerji mənbəyindən istifadə edə bilərik. Yanma prosesinin baş verməsi üçün lazım olan 3 amilə hansı aid deyil? Yanma prosesinin baş verməsi üçün oksigen lazımdır, istilik lazımdır, yanacaq lazımdır, amma karbon qazı yanmanın əleyhinədir. Yəni yanğını söndürmək üçün istifadə olunur. Təbiətdə karbon dövranı hansı prosesdən ibarət deyil? Karbon dövranı ibarət deyil deyirsə, burada deməli fotosintezdən ibarətdir. Tənəffüs, istiliyin ayrılması, bəli, istiliyin ayrılmasından ibarət deyil karbon dövranı. Sonra 7-ci suala baxaq. 7-ci sualda Günəş sistemindəki hansı planetlərin peyki yoxdur və asteroidlər hansı planetlər arasında qurşaq əmələ gətirir? Hansı planetlərin peyki yox idi? Mars və Veneranın. Və hansında qurşaq əmələ gətirirdi? Mars və Yupiterdə. Doğru cavab A. 8. Hansı davranış uyğunlaşmasıdır? Davranış uyğunlaşmasıdır. Quşların köç etməsi. Bunların hər biri davranış uyğunlaşması idi. 9-cu sualla davam edək. Elektrik gərginliyini ölçən cihaz. Gərginliyi ölçmək üçün hansı cihazdan istifadə edirdik? Voltmetrdən istifadə edirdik. Ampermetr cəryan şiddətini ölçür. Dinamometr qüvvəni. Bəli, voltmetr C variantında ifadə olunub. Quşların müxtəlif formalı dimdiyinin olması təbii olaraq quruluş yoğunlaşmasıdır. Fosil yanacaqlarla əlaqəli hansı fikirlər yanlışdır? Yanlış olanı seçməliyik. Bərpa olunan enerji mənbələrdir. Bərpa olunmayan enerji mənbəyidir. Bu yanlışdır. Demək ki, mən biri götürürəm. Sonra bərpa olunmayan, bu dedik ki, doğrudur da. Bunu götürmürəm ona görə. Yandıqda ətraf mühiti çirkləndirir. Yandıqda ətraf mühiti çirkləndirir. Bəli, fosil yanacaqlar yandıqda ətraf mühiti çirkləndirir. Canlı qalıqlardan ibarət çökmə sıxılardır. Bu da yanlışdır. Doğru cavab C variantı. Hansı bərpa olunan enerji mənbəyi deyil? Bərpa olunmur. Yəni, günəş bərpa olunur, külək bərpa olunur, suda qonur kömür bərpa olunmur. Sonra yanğını söndürmək üçün hansı üsullardan istifadə olunur? Yanğını söndürmək üçün oksigenin qarşısını almaq lazımdır. Yəni, örtüklərdən istifadə olunur. Oksigenin daha sonra qum üsulundan, yəni köpük üsulundan istifadə oluna bilər. 15-ci suala baxaq uşaqlar. 15-ci sualda deyir ki, bu orqanizmlər arasında qida əlaqələrini təsvir edən qida zəncirini qurun. Tırtıl, pişik, bitki, yarpağı və quş. Ən əvvəl hansından başlayaraq? Protosintdə, yəni bitki yarpağından. Bitki yarpağı. Daha sonra bitki yarpağı ilə qidalanan tırtıldır.
Tırtıl ilə qidalanan quş və quş ilə qidalanan da pişik. Və 16-cı sonuncu sualımıza da baxaq. Cənub yarımkürəsində yaz və yay fəsilləri hansı tarixlərdə başlayır? Yaz fəsli başlayır 23 sentyabrda. Yay fəsli başlayır Cənub yarımkürəsindən söhbət gedir də ona görə 22 dekabrda. Belə uşaqlar, bu şəkildə sizinlə 16 suallıq kiçik summativ qiymətləndirmənin suallarını izah etmiş olduq.